Sizcə ilahə bir gün telefonsuz qala bilərmi? Yatanda qoyur böyrünə də. Yox, o gün deyil ha, bir neçə saat. Onun üçün çox danışır, deyəcəklər, hardan çıxıb dostum? Aha. Kəs, kiri. Sən bildiyin adam tanıyansan ha. Belə baxanda bir hiss olur, qurban olur. Sən orta hesabla gün ərzə Instaya neçə dəfə girib çıxırsan? Çox, son vaxtlar çox. Çox. Nə axtarırsan o? Əslində biraz əsəbi olanda və yaxud da ki, başımı başqa məşğul olacaq bir şey tapmıram. Ən çox əsəbi olanda. Deyirəm ki, nəsə bir şeylər axtarım. Harada? Instagramda. Instagram hal-hazırda son dövrlərdə naborot əsəb verən vəziyyətdir. Yox, baxıram, düzdür. Çox negativ şeylər paylaşır. Marağı bu nəyə baxıb əsəbləri sakitləşdirir? TikTok'a baxır yəni. TikTok'a. Yox, TikTokda bax bir şey də əsəbləşirəm. Ona bir təkdən-tükdən girib baxaram, amma Instagrama baxıram. Yaxşı. Biz verişimiz amma bu vaxtımız kısıtlı olmasaydı bu mövzunu elə qəşəng uzatmaq olardı, qalsın gələn dəfəyə.